Salam əziz qəlyan sevərlər. Mən Murad, illərdir bu qəlyan sferasının içindəyəm və hər zaman bu qəlyana bir tüstü kimi yox, bir mədəniyyət kimi yanaşmışam. Bu da bizim daha çox öyrənməyə və daha çox özümüzü təkmilləşdirməyə sövq edib. Son zamanlar bəzi xarici blogerlərin fayqada qəlyan daha zərərlidir kimi postları ilə rastlaşırıq. Bunlar sadəcə bir yanlışdır. Hər falqa eyni olmadığı kimi, hər hazırlanma üsulu da eyni deyil. Mən falqada qəlyan hazırlayarkən payvan falqalarından istifadə edirəm. Bu falqa tam sertifikatlı, mətbəx və məişətdə istifadə olunan falqadır. Bu da o deməkdir ki, bu falqaların tərkibində təbii qazlar, bunun tərkibində boyalar və bunun tərkibində qətran əlavələri yoxdur. Və üstəlik, mən falqada qəlyan hazırlayarkən 4 qat falqadan istifadə edirəm. Bəziləri üçün bu yanlış ola bilər, amma yanıldığınız bir məqam var. 4 qat falqa tam bir filtr rolunu oynayır və onun arasında hava boşluqları qaldığı üçün istilik daha nizamlı şəkildə tütünə təmas edir və bu da yanmadan yaranan toksinlərin qarşısını kəsir. Təbii bir süzgəc filtr rolunu oynayır. Fındıq qabığından hazırlanmış pres kömürdən istifadə etdiyimiz üçün biz yanmaz setkalardan istifadə edirik. Həmin setkalar doğranır, döyəclənir, sürtülür, yuyulur və alovdan keçirilərək hazır hala gətirilir. Bu proses edildikdən sonra onun tərkibindəki metal qalıqları və zərərli qarışımlar tamamilə məhv olur. Gərək digər mövzuya. Bəziləri deyir ki, kalotda qəlyan falqada qəlyandan daha az ziyanlıdır. Ancaq demək istəyirəm ki, bu da tamamilə əsassızdır. Çünki Azərbaycan bazarında olan kalotların və lotusların bir çoxu saxtadır. Və bizim qeyri-peşəkar bəzi qəlyançılarımız var ki, həmin kalotları aylarla, illərlə dayanmadan işlədirlər və həmin kalotların tərkibində olan boyalar, əlavə maddələr, ağır metallar tütünə təmas edir. Hətta bəzi qeyri-peşəkar qəlyançılar həmin kalotları yüksək atəşdə sobanın üzərinə qoyaraq qızdırdıqdan sonra tütünün üzərinə qoyurlar və bunda da ziyan 1-ə 5 artır. Və bunun nəticəsində də həmin metal qızdıqdan sonra bunda əyilmələr və bəzi qaralmalar baş verir və siz də bunu çəkirsiniz. Buradan da belə qənaətə gəlinir ki, görüntüdüyü kimi məsələ nə falqa, nə kalod məsələsidir. Məsələ qeyri-peşəkar yanaşmadır. Buradan bəzi qəlyançılara, dırnaqarası bəzi qəlyançılara səslənmək istəyirəm ki, boş-boş danışmaq yerinə daha çox öyrənmək, daha çox oxumaq və daha çox təcrübə yığmaq lazımdır. Və bizim komanda üçün həmişə insan sağlamlığı bir nömrəli prioritet olub. Ona görə də bir devizimiz olub. Üstünlüyümüz keyfiyyətimizdir. Siz də gəlib bizim keyfiyyətli məkanlarda keyfiyyətli qəlyanımızı çəkə bilərsiniz. Təşəkkür edirəm.